Bəzi avtomobillər sizi bir nöqtədən digərinə aparır. Bəzi avtomobillər isə hər dəfə sukan arxasına keçəndə nəsə hiss etdirir. Volkswagen ID UNX Max məhz ikinci kateqoriyadandır. Onu ilk dəfə görəndə diqqətinizi dizaynı çəkir. Yollarda öyrəşdiyimiz Volkswagenlərdən tamamilə fərqli görünür. Daha cəsarətli, daha iddialı, daha gələcəkdən gəlmiş kimi. İlk baxışdan hiss olunur ki, bu avtomobil adi Volkswagen deyil. Kəskin xətlər, futuristik LED işıq imzası, kupe uslublu SUV dizaynı və premium görünüşü ilə şəhərdə diqqət çəkməmək mümkün deyil. Qapını açıb içəri keçdiyiniz anda isə anlayırsınız ki, burada hər şey sürücü üçün hazırlanıb. Səssizlik. Səhərin səsküyü arxada qalır. Mühərrik səsi yoxdur. Vibrasiya və sair narahatlıqlar yoxdur. Tam sakitlik. Sadəcə siz, avtomobil və yol. Qaza toxunduğunuz anda isə bütün mənzərə dəyişir. Heç bir gecikmə olmadan gələn güc sizi oturacağa sıxır və elektrik mühərrikinin nə qədər fərqli hiss yaratdığını göstərir. ID UNX Max sürətli olmaq üçün yaradılıb. Bu avtomobil elektrik enerjisi ilə işləyən yeni nəsil ağıllı platformu üzərində qurulub. 2 elektrik mühərriki və tam oturucu sistemi sayəsində 340 at gücü istehsal edir və 0-dan 100 km/saat sürətə təxminən 5-6 saniyəyə çatır. Amma onun əsas üstünlüyü sürət və görünüşündə deyil. Əsas üstünlüyü odur ki, bu avtomobil hər gün istifadə etdiyiniz texnologiyaları hərəkətə gətirir. Hər bir detal, hər bir texnoloji yenilik sizin rahatlığınız və təhlükəsizliyiniz üçün düşünülüb. Ağıllı sistemlər, sürücünü anlayan interfeys, sanki avtomobil deyil, sizinlə birlikdə düşünən bir texnologiya platformasıdır. Bu sadəcə yeni model deyil, bu Volkswagen'in sabahı necə gördüyünün canlı nümunəsidir. ID UNX Max, gələcək artıq yollardadır.